Xalqın kişilərlə deyəndə ki, elə birinci öz qapımda da Ariflə. Arif getirib də onun abırı. Mama Roza Arif. Birinci, 5-ci qapıda qalan. Arvadının da adı Bilgeysdir, nədir bilmirəm, nə zibildisi o. Evlərinə girib çıxmadığı da obşucu pataskuxaları qalmayıb. O getizdirib də bura. Mama Roza daxı burada qəhbə başı getirir, aparır. Pataskuxalarını yığıb bura. 3-3 getirir, 2-2, nə bilim nə, oğlan, qız girirlər bir otağın içində, yalaşırlar, sikişirlər, əmişirlər, çıxırlar, pozğunlar yuvasında. Yalandan da bayıra çıxanda belə tərbiyəli paltarda zətdə girirlər, çıxırlar. Da kim getirəcək? Mama Roza Arif. 5-ci qapıda qalan. Bir qeyrət oğraş, bir namus. Tofiqin ahına gəlmiş. Anamın qanına bələnmiş. Obşu sülaləsi ilə bir yerdə. С первого этажа до конца. Bütün dünya eşitsin, bütün ilahiyatçılar, bütün şeylər nədir, nə dinindən aslı olmayaraq, İudi, Yevrey, Şaman, Budist, Hristiyan, nə Krişnaid, Müsəlman, bütün ilahiyatçılar eşitsin ki, burada cinlər, əcinnələr, ifritlər yaşayır. Məhəmmədi Kürdəxanıda yalandan şəhidlər, qazilər adı altında oturublar. Mənim qapıma getirib cadu piltələr atırlar. Bütün dünyada artıq bunu bilir də ki, nələrdən çıxırlar da bunlar. Aferistiski variantlar edirlər. Bu pataskuxalar sülaləsi. Bugün də gətirib 3 dənə pataskuxa mənim qapıma məktub atıblar. Dəməklərinə, cürbəcür şeylərinə, sürtə-sürtə, nə bilim nələrinə, jeklərinin işçiləri ilə bir yerdə. Obşujitil pataskuxaları. Baş Mama Rozaları da Arif. Qəhbə başı.